vaxtınız xeyir, xoş gördük. Bugün sizlərlə ümumiləşdirici tapşırıqlar üzərində işləyəcək. Gəlin tanış olaq. Anar babası ilə birlikdə kvadrat şəkilli bağçanı 4 düz bucaqlı hissəyə böldü. Sonra o bağçanın şəklini çəkdi və bəzi ölçülərini qeyd etdi. Hər bir hissənin perimetrini və sahəsini tapmamızı istəyir. Bunun üçün verilməyən ölçüləri qeyd etmək lazımdır. Amma bizim bildiyimiz nədir? Kvadratın 4 tərəfi bir-birinə bərabərdir. O zaman gəlin baxaq. Bura bütövlükdə nə qədərdir? 7 ilə 8 bir yerdə nə edir? 15. Deməli, onda bu tərəfdə 15-dir. Burada 15-dir. Burada 15-dir. 4 tərəfdə 15-dir. Və 15-in 6 hissəsi buradır. Bura qalan hissə nədir? 15-dən 6 çıx. 15-dən 6 çıxanda 9. Burada nədir? 9 metr elədi. Yaxşı. Əgər bura 6-dırsa, deməli avtomatik bu tərəfdə 6-dır. Burada 6-dır. Bura 9-dursa, avtomatik onun qarşı tərəfdə 9-dur. Burada 9-dur. Düzdürmü? Gəlin baxaq. Aşağı bu hissəni tapaq indi. Bura bütövlükdə 15-dirsə, burası 5-dirsə, bura qalan 10 olacaq. Yəni 15-dən 5 çıxanda 10 metr etmiş olacaq. Əgər buralar bizə aydındırsa, gəlin bunları silək. Bu 15-ləri silək. Buraları tapdığımıza görə bizə hər bir hissənin sahə və perimetrini tapmamızı istəyir. Gəlin baxaq. Sarı rəng yazıram. Sarı. Perimetri necə tapılır? 6 ilə 7-ni toplayırıq. Düzbucaqlının perimetri 2-yə vururuq. 13 2-yə vuranda 26. Gəlin baxaq. Bunun indi sahə düsturundan istifadə edək. 6 vurulsun 7, 42 kvadrat metr. Yaşıl rəngi keçək. Əvvəlcə perimetrini tapaq. 8-in 6-yadır. 8-in 6-nı toplayırıq. 2-yə vururuq. 14, 14-də 2-yə vuranda 28 metr. Sahə necə tapılırdı? En uzun vurulurdu uzunluğa. 48 kvadrat metr. Bəs bunun mavi rəngi tapaq indi. Perimetr düsturu 10 ilə 9-u toplayırıq. Hər birindən 2 dəfə olduğu üçün 2-yə vururuq. 19-u 2-yə vuranda 38. Gəlin baxaq, sahəsini tapaq. 10 vurulsun 9. 90 kvadrat metr. Keçək qəhvəyi. 9-un 5-ədir. Perimetr deməli 14-ü 2-yə vuranda 28 metr. İndi gəlin bunun sahəsini tapaq. 9 vurulsun, n vurulsun uzunluq. 9-u 5-ə vuranda 45 kvadrat metr etmiş olacaq. Keçək ikinciyə. Lalə birinci qabda 150 ml suyu ikinci qaba boşaltdı. Hər qabda neçə millilitr su oldu? Məsələ 2. Birinci qabda nə qədərdir? Əvvəlcə biz onu təyin edək. 100, 200, 300, 400, 500, 600. Bax, burada yarıdır. 700-ün yarısıdır. Yəni 100-ün yarısını yenir 50. Deməli, o kiçik xətlər 50-50 artır da. Bura oldu 650 birinci qab. 650 millilitr. İkinci qab. İkinci qaba baxırıq ki, 100, 200, 300, 350. Şərtində isə bizə qeyd edilmişdi. Birinci qabdan 150-sini götürüb, digər ikinci qaba əlavə olundu. 650 çıxılsın 150, 500 millilitr, 350 millilitr
litr üstə gəlsin 150 bərabərdir 500 millilitr. Cavab bərabərdir. Bax, bu tipli məsələlərdə çox zaman nə qədər su götürüldüyü qeyd olunmur. Deyir ki, birinci qabda 650-dir, ikinci qabda 350-dir. Deyir, birinci qabdan ikinci qaba nə qədər götürüb əlavə etsəm bərabər olar. Sualı tərsinə qoyuram. Misal üçün, yoxdur bu şərtdə, amma mən sizə izah edirəm. Belə olan halda 650-dən 350-ni çıxırsan, birinci qabdan ikinci qabı çıxırsan, birinci qabda nə qədər artıq olduğunu tapırsan. 300-dür. Həmin onu 2 bərabər hissəyə bölsün, çünki 2 qab arasında o artıq olan bölünəcək. Eləyəcək 150. Bax, belə də tapmaq olur. Yenə deyirəm, sualı əgər o 150-ni verməmiş olsaydı. Keçək indi digər üçüncüyə. Məsələ 3. Məsələ 3-də bizdən nə istəyir? Deyir ki, eyni rəngli qutuların kütlələri bərabərdir. Eyni rəngli qutuların kütlələri bərabərdir. Hər qutunun kütləsini tapın. Gəlin tapaq. Deməli, birinci tərəzidən söhbət gedir. 500 üstə 200 üstə 200 üstə 200 üstə 100. Bərabərdir nəyə? Bərabərdir bu eləyəcək 1000. 1000 qramım da bərabərdir 1 kiloqrama. Düzdür? Gəlin şəklimizə baxaq. Eyni rəngli qutular bir-birinə bərabərdir. Burada şəkli elə veriblər ki, mavi qutu qəşəng düşməyibdir. Sanki 2 dənə fərqli fiqur kimi verilibdir. Amma bu bir mavi qutu nəzərdə tutulur. Yəqin bunun kənar hissəsini göstərməyə çalışır. Bir dənə bu mavi qutumuzu tapdıq ki, mavi deməli qutumuz qutu 1 kiloqram. İkinciyə keçək. 500-dən 100-ü toplayanda 600 qram. Düzdürmü? 5-dən 100-ü topladım 600. Bu 600-ün də 4 dənə. Elə bir ki, bax burada 4 dənə qırmızı qutu. Qırmızı qutu bərabərdir 500 üstə gəl 100-ə. 4 dənə mavi qutu bərabərdir 600-ə. 600-ü də bölərəm 4 yerə. Taparam 150. Qırmızıda 150 qramdır. Keçək indi bu biri tərəzimizə. 50 qram var bir tərəfdə. Qırmızı qutunun bəyəxlarını tapdıq. Axı, qırmızı qutun burası nə idi? 150 idi. Mavi nə tapdıq? 1000 qram tapdıq. Bunu da düzdür. Arasında da bərabər işarəsi. 50 üstə gəl 150. Üstünə gəlsin 2 dənə çəhrayı qutu bərabərdir çəkiləri. Digər tərəfdə də 1000-ə bərabərdir. Deməli, 200 üstə gəl 2 dənə qutu bərabərdir 1000-ə. 2 qutunu tapmaqdan ötürü 1000-dən 200-ü çıxsam 2 qutum nəyə bərabər olacaq? 800-ə. Bir qutunu tapmaqdan 800-ü bölərəm 2 yerə 470 olacaq. Deməli, bu qutularda nə imiş? 400 imiş. Qırmızı qutu. Yazaq 150. Çəhrayı qutuda olsun bu. 400 qram. Keçək digər məsələmizə. İnsanın boynu, dirəyin hündürlüyü, insanın boynunu, dirəyin hündürlüyünü, bir almanın kütləsini, bir insanın kütləsini, akvariumun tutumu, bir fincan tutumu, bir dərsin müddəti hansı vahidlə ölçmək əlverişlidir? İnsanın boyu misal 4. İnsanın boyu nə ilə ölçülür? Santimetrlə, metr və santimetrlə. İnsan ola bilər 2 metr ola bilər boyu. İnsan ola bilər 1 metr. İnsan ola bilər 1 metr neçə santimetr. Dirəyin hündürlüyü. Yenə dirək ola bilər ki, bir neçə metr ola bilər. Santimetr də yanında ola bilər. Bunu dəqiq demək olmur.
Bir almanın kütləsi. Alma qramla ölçülər. İnsanın kütləsi kiloqramla. Sonra akvaryumun tutumu. Akvaryum litrli ölçülər. Bir fincan milli litrli ölçülər. Bir dərs dəqiqə ilə 45 dəqiqə olur da. Dəqiqə ilə ölçülər. Məsələ 5. Deməli, insan anası 650 qram una, Səbinənin anası 650 qram una, 250 qram şəkər tozu əlavə etdi. Alınan qarışığı bir qədər yağ əlavə etdikdən sonra onun kütləsi 950 qram oldu. Səbinənin anası neçə qram yağ əlavə etdi? Tənlik qurmaqla məsələ həll et. Deməli, un nə qədər qatıbdı? 650 qram. Şəkər 250 qram. Yağ nə qədər qatıb? Yağ bilinmir. Yağ əlavə edib bir müddət. Yəni, deyəlim ki, yağa tənlik qurmaqla dediyi üçün x atırıq. Cəmi nə qədər oldu? Ümumi kütlə 950 qram. Gəlin tənliyimi quraq. 650, üstə gəl 250, yağ bilinmir x, cəm oldu 950 qram. Bunları toplasam 900 qram, üstə gəl x bərabər 950. X-i tapmaqda 950-dən 900 çıxaram. X da bərabərdir 50-yə. 50 qram. Cavab 50 qram yağ. Məsələ 6. Deyir ki, su qabı, bu qab özü bütövlükdə 900 ml su tutur. Qabın 1/3 hissəsi su ilə dolubdur. Su qabı nə qədərdir? Əvvəl dərk eləməyə çalışaq. 900 ml-dir. Qabın doludur nə qədər hissəsi? Qabın 1/3 hissəsi. Deyir ki, qabda nə qədər su var? Qabda nə qədər su var? Gəlin baxaq. 900-ün 1/3 hissəsi doludursa, 3-ə bölüb 900-ü 1-ə vururuq. 3-ə böləndə 300, 300-ü də 1-ə vuranda 300. Deməli, qabda nə qədər su var? 300 ml. Deyir ki, qaba 100 ml olan stəkanı. Stəkan nə qədər tutur? Stəkan 100 ml su tutur. Deyir, n dəfə su tökülərsə, qabda neçə litr su olar? N dəfə tökülsə, su tökülsə, n dəfə say bilinmir. N'lər nə ola bilər? N bərabərdir 1, n bərabərdir 2, n bərabərdir 3. Deyir ki, qabda neçə, deyir olduqda qabda neçə mililitre su olacağını tapın. Qabda neçə mililitre su olar? Gəlin baxaq, qab nə qədərdir? 300. Da su var 300 ml. Hər dəfəsində 100 tökülür, amma n dəfə sayını bilmirəm. Bu mənim nəyimə oldu? Dəyişənli ifadəm. Keçdiklərimiz əsasən dəyişənli ifadədir bu. İndi n bərabərdir 1 olarsa, 300 üstə gəl, 100 vurulsun, bir dənə 100 atılarsa 400 olar. İndi n 2 olarsa, 300 üstə gəl, 100 vurulsun 2 dəfə. 2 dənə 100 atılacaq.
300'ün üstüne 200, 500. En 3 olarsın. 300 üste gel. 100 vurulsun 2. 2 diyelim 3. 300'ün üstü 300, 600 mililitr. Cevap. Birinci sualının cevabı 300 idi. İkinci sualının cevabı ise 400, 500, 600 mililitr. Qeyd edirik. Məsələ 7. Baxırıq, Zorparkda hər marşrut üzrə gəzintinin müddəti cədvəldə qeyd olunubdur. Lalə Zorparka çatanda girişdə saat 11:10-u göstərirdi. O cədvəldəki ardıcıqlı gəzintiyə başladı. Lalə quşlar və balıqlara baxdıqdan sonra saat neçə olacaq? Lalə cədvəl üzrə gəzintini neçə saat neçədə bitirəcək? Gəzintiyə başlayanda 11:10 imiş saat. Düzdürmü? Ardıcıllıqla başlayıb Lalə quşlar və balıqlara baxandan sonra saat neçə olacaq? Quşlara nə qədər baxıbdı? 40 dəqiqə. Balıqlara nə qədər baxıbdı? 30 dəqiqə. Sürünənlərə 30 dəqiqə. İlk sualı belədir. Quşlar və balıqlara baxdıqdan sonra saat neçə olacaq? Yəni bu cümlənin bütövlükdə sualını köçürüb yazarsınız. Bax, buradan birinci sualdan söhbət gedir. Birinci sualdan. Gəlin bura baxaq. Bizim əvvəlcə bunların müddətləri nə qədər idi? 40 dəqiqə. Qırmızı ilə yazaq bunu en yaxşısı. 40 dəqiqə. 30 dəqiqə. 30 dəqiqə. Başlamışdı neçədə? Başlamışdı 11. 10-da. 11:10-da başlamışdı. Deməli 40 dəqiqə davam edibsə 11:10-un üstünə 40 dəqiqə gələndə neçə eləyəcək? 11 dəqiqələri toplayırıq. 11:50 dəqiqə. Deməli bitib nədə? 11:50-də. Avtomatik burada da 11 nə olacaq? 50 olacaq balıqlara başladıq. Siz buradan ikinci sualda köçürdə bilərsiniz. Lalə cədvəl üzrə bunu yazmadım. İkinci sualında belə köçürdərsiniz. Tamam mı? Keçirəm növbəsinə. 11:50-nin üstünə 11:50-nin üstünə 00:30 gəlirik. 00:30 dəqiqə. Bunu siz alt-alta da toplaya bilərsiniz. Saatla saatı, dəqiqə ilə dəqiqəni. Toplayanda bu neyinir? 11:80. 11:80 də dəqiqə bax burada beynində ayırırsan. 60 və 20. 80-dən 60 çıxanda 1 saat tamam olur. Deməli 12:20. Neynədir? Balıqlara bitdi 12:20-də. Deməli avtomatik sürünənlər də 12:20-də başlayıbdı. Bu da neçə dəqiqə davam edibdi? Bu da 12:20-də başlayıbsa 30 dəqiqədə sürünənlər davam edibdi. Bitəcək neçədə? 12:50-də. Qeyd edirik 12:50. Keçək iş dəftərimizə. Gəlin ümumiləşdirici tapşırıqlara bir daha nəzər yetirək iş dəftərimizdən. Deməli burada 500 qramdır. Burada meyvə səbətidir. Meyvə səbətimiz var. Arada tərəzi qoyaq. 500 qram, 100 qram, 200 qram. Şərtində bizə nə deyir? Boş səbətin kütləsi 175 qramdır. Yəni meyvənin özünün nə qədər olduğunu bilmirəm.
Səbətlə bir yerdə deməli səbət 175 qramdır və buradakı çəki daşlarına baxırıq. 175 qram üstəgəl meyvə bərabərdir 600-800. Bunu tapmaqdan ötürü 800-dən də çıxıram 175-i bərabərdir 625. Növbətisinə baxırıq. Meyvə səbətimizdir. Bananımızın bilmirəm nə qədərdir banan. Meyvə səbətimiz 175 qramdır. 200 üstə 200 üstə 200 bərabərdir 600-ə. 600-dən də 175-ini çıxsam 425 qram. Keçək buna. Üzümün səbətidir. Üzümdür, bura üzümdür, bilmirəm üzüm nə qədərdir. Meyvə səbətimiz 175 qramdır, yanında da 100 qram var. Bərabərdir 500 üstə 200 üstə 200. Deməli, üzüm üstə gəlsin 275 qram bərabərdir. Bunları toplasam 900. 900-dən də 275-i çıxsam 625 qram. Veriləndən hansı vahidlərlə ölçmək olar? Gəlin baxaq. Albomun enini santimetrlə, qaşığı millilitrlə, eynəyin kütləsi qramla, filin kütləsi tonla, hovuz litrlə, ikişəri arasındakı məsafə kilometrlə. Keçək bura. 6 sm 2 mm, millimetrə çevirməliyik. 6 sm, 1 sm 10, 6 sm 60. Üstünə də 2 gələndə 62. 4də 1 metr neçə santim? 1 metrim 100-dür. 100-ün 4də 1-i 104-ə böləndə 25 santimetr. 4 günüm neçə saat? 1 günüm 24 saat. 24-ü 4-ə vursam 96. 2 həftəm neçə gündür? 1 günüm 7 gündür. 2 həftəm 14 gün. Bunu metr və kilometrə ayıranda sağdan sola doğru 3 dənəsini ayırıq. 5 kilometr 212 metr. 1 metrim 100 santimetrdir. Düzdür. Özündən sonra 2 dənəsini ayırıram. 8 metr 4 santimetrdir. 1 ilim 12 aydır. 6 ilin də 12'ye vuranda 72. 1 dəqiqəm 60 saniyədir. 5 dəqiqəm 300 saniyədir. 1 tonum 1000, 3 tonum 3000. Üstünə də 90 gələndə 3090 kiloqramdır. 7 litrim 7230 millilitr. 1 saatım 60 dəqiqədir. 60'ın 6'da biri 10 dəqiqədir. 4 ilim təxminən neçə həftədir? 1 ilim sən bilməlisən ki, təxminən 52 həftədir. 52 həftə. 4'ə də vuranda 208 həftədir. Yaxşı, bu 52'ni hardan tapırıq? 1 ilim 365 gündür. 361 həftəmdə 7 gündür. 7'yə bölürəm. Təxminən yuvarlaq olaraq 52 həftə eləyir. 52'ni də 4'ə vuranda 208 edir. Bax, belə tapa bilərsiniz. Keçək növbəti məsələmizə. Deyir, uzunluğu 12, eni 6 cm düzbucaqlının perimetrini və sahəsini tapaq. Perimetrini tapanda 12 ilə 6'nı toplayıb 2'yə vururduq. 18'i 2'yə vuranda 36 santimetr. Sahəsini tapaq. 12'ni vururam 6'ya 72 kvadrat santimetr. Keçirəm digərinə. Kvadratlı uzunluğu 9 santimetrdir. P bərabərdir 9 vurulsun 4. Kvadratın 4 tərəfi bir-birinə bərabər olduğu üçün 36 santimetr edəcək. Sahəsini tapaq. 9'u vuraq 9'a. Çünki en uzunluğu da 9'u. 9'u 9'a vuranda 81 santimetr kvadrat santimetrdir. Digərini tapaq. Uzunluğu 8, eni 9 santimetr onun düzbucaqlı. 8 ilə 9'u toplayıb 2'yə vuram. 17'ni 2'yə vuranda 34 santimetr. Sahəsini tapanda 8'i vururam 9'a 72
kvadrat santimetr. Bu cür şəkildə qeyd edirsiniz. Keçək digərinə. Dolça 800 ml portağal şirəsi var. Dolçadakı şirədən hər birinin tutumu 150 ml olan en stəkan doldurarsa neçə mililitr su qalar? İfadə ilə yaz. 800 var. 150-dən n dəfə doldurularsa. N dəfə götürülür də. Ki, nə qədər qalar? Bax, bir dolçan var. Fərz eləyək, bu dolçadır. Dolçada 800 ml nə var? Portağal şirəsi var bu dolçamızda. Bundan hər dəfəsində istakan götürülür. İstakanımız nə qədərdir? 150 götürülür. İstakana doldurursan. Deyir, n dəfə doldurarsansa 800-dən götürüləndə 150 götürürsən. N dəfə say bilinmir. N bir dəfə olarsa, 2 dəfə, 3 dəfə olarsa deyir ki, neçə mililitr portağal şirəsi qalacağını tapın. 800 çıxılsın 150 vurulsun n 1'dir. N-nın yerinə 1 qoydum. N-nın yerinə nə qoydum? 1. 800-dən də 150 çıxanda, çünki 150-nin 1'ə vuranda 150 edir. 650 millilitr. 800 çıxılsın 150 vurulsun 2. Yəni 800-dən neçə çıxacaq? 300. O da eləyəcək 500 millilitr. 800 çıxılsın 150 vurulsun 3. N3 olarsa. 800-dən də 450-ni çıxacağım. Çünki vuranda 450 edir. Eləyəcək 350 millilitr. Bidonda 20 litr su var. Bidondakı süddən hər birinin tutumu yarım litr olan 6 qaba su doldururlar. Bidonda neçə litr su qaldı? Baxın, əvvəlcə bilməliyəm ki, yarım litr sözü, açar sözü bilməliyəm. 1 litrin 1000-dirsə, 1000-in yarısı 500 millilitr eləyir. Yəni bu qablar nə qədərdir? 500 millilitrdir. Qabdan neçə dənədir? 6 dənədir. 500'ü də vururam 6'ya 30, 2 dənə 0 yanına qoyuram 3000 millilitr, yəni 3 litr. Yəni bax 2 dənə yarımım 1 litr eləyir. Bu 1, bu 1, bu 3 litr götürdüm. 20'dən 3 litr neynədim? Götürdüm. Nə qədər qaldı? Sual verir. 20'dən 3 litr çıxanda 17 litr. Səbinə birinci qabdan neçə mililitr suyu ikinci qaba boşalsa bərabər. Bayaqlar videonun başında dedim ki, bax bu kitabdakı olan məsələnin tərsi də verilə bilər. Düzdür? Onu da göstərmişdim. Təsadüfən elə gəldi, iş dəftərində də düşdüm. Əvvəl baxıram. Qabda 650 millilitr su var. Burada nə qədər var? 250 millilitr var. Birinci qabda 650, ikinci qabda 250. Çıxsam nə qədər eləyəcək? 400 millilitr eləyəcək. Deməli, 400-də bölürəm 2 qab arasında. Bunda 400 millilitr bundan artıqdır. 2 yerə bölürəm 200. Deməli, 200 millilitr götürülsə, buna verilsə, bunlar da bərabər. Gəlin yoxlayaq. 650-dən 200-ünü çıxsam, neyniyəcək? 450 eləyəcək. Yoxlamasını eləyirəm. Bu hal-hazırda buna aid deyil. 200-ünü götürsəm nə qədər qalacaq? 450. Bu 250-dir də, düzdür. 250-nin üstünə 200 gəlsəm nə qədər eləyəcək? 250-nin üstünə 200 gəlsəm, yəni bundan 200 götürüb bundan 200 millilitr götürüb bunun üzərinə 200 millilitr gəlirəm. Eləyəcək 450. Həqiqətən bunda da onda 450 olur, bunda da 450 olur. Deməli, nə qədər götürməliymişəm? 200 millilitr götürməliymişəm. Samir həftə ərzində 4 saat kamança məşq etməyə hədəf qoydu. Şəkildə onun həftə ərzində hər gün məşqə başladığı və bitirdiyi saatlar göstərilir. Samir həftə ərzində qoyduğu hədəfə çata bildimi? Gəlin baxaq. Həftə içi başlayır 16:05-də, həftə içi bitirir 16:35-də. 16:35
başladığı vaxtdan, bitdiyi vaxtdan başladığı vaxta çıxsam 30 dəqiqə olduğunu görərəm. Həftə içi günlər hansılardır? 1-ci gün, 2-ci gün, 3-cü gün, 4-cü gün, 5-ci gün, 6-cı gün. Yox, 6-cı gün 6 bazara gedir artıq. 1, 2, 3, 4, 5. 5 gün nə qədər məşq eləyir? 30 dəqiqə. 5 gün hər gün neçə dəqiqə məşq eləyir? 30 dəqiqə. Eləyir neçə dəqiqə? 150 dəqiqə. 150 dəqiqə. 6 bazar gəlin görün başladığından bitdiyi vaxta çıxaq. 11:00-dan çıxaram 10:15-i. Baxın 00-dan 15 dəqiqə çıxmaq olmur ki, 1 saat xırdalanmalı olacaq. Yəni 1 saatını götürsəm 10:60 olacaq. 10:60-dan 10:15-i çıxsam 45 dəqiqə. Şənbə və bazar 45. Yəni 45-də vuraram 2-yə. 90 dəqiqədə həftə sonu məşq elədi. 90 dəqiqə. Burada 150 dəqiqə. Düzdür? Bir yerdə 150 ilə 90 nə qədər elədi? 240 dəqiqə. İndi bizə deyir ki, 4 saat planlaşdırıbdır. O hədəfinə çata bildimi? 1 saatım 60 dəqiqədir. Düzdür? 1 saat 60 dəqiqə. Deyir 4 saat hədəfinə çata bildimi? 4 saatında 240 dəqiqədir, düzdür? Yəni 240-ı 60-a bölsən, taparsan ki 4 saat etmiş oldu. Bəli, çatmış oldu hədəfinə.